Ölkəmizdə işçi çatışmır. Azərbaycanlılar gəlib işləyə bilərlər. Cəbhə TV xəbər verir ki, bunu Latviyalı deputat Milliyyətçi Azərbaycanlı Amil Səlimov Modern Azam müsahibəsində deyib. Stat: Ən vacib məsələ miqrasiya ilə əlaqədardır. Latviya Azərbaycan üçün miqrasiya şərtlərini yüngülləşdirə bilməz. Çünki biz Avropa İttifaqının üzvüyük. Bizim müvəqqəti yaşamaq üçün icazə verdiyimiz şəxs avtomatik 27 ölkəyə açılır. Lakin Latviyanın buna istəyi var. Çünki bizdə işçi qüvvəsi çatışmır. Demoqrafik vəziyyət neqativdir. Hardasa 26 min şəxs dünyasını dəyişir. Amma doğulanların sayı 13 mindir. Deməli, hər il əhali sayında 13 min minusdur. Amma ondan əlavə 18 min nəfər Latviyanı tərk edib, başqa ölkələrdə yaşayır, işləyirlər. Ümumi saysa hər il əhalimizin sayı 33 min nəfər azalıb və buna görə də Latviyanın insan resurslarında çatışmazlığı var. Bizə çox vacibdir ki, Azərbaycanla çox yaxşı münasibətlər quraq. Azərbaycanlılar ölkəmizə gəlib, kafe restoranlarda aşbaz, xadimə, tikintidə fəhlə, sürücü işləyə bilərlər. Bu sahələrdə iş çoxdur.